Salam dəyərli biologiya sevərlər. Keçən dərsimizdə 2023-cü il DİMTEST toplusundan bakteriyalar bölməsindən 1-40 aralığında olan sualları izah etmişdim. İndi isə 41-dən sonacan olan sualları izah edəcəm. Amma videoya keçməzdən əvvəl bunu qeyd edeyim ki, dərs videolarının davamlı gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, bildirişləri aktiv etməyi və bu videoları öz şagird dostlarınızla bölüşməyi unutmayın. İndi isə keçək suallarımızın izahlarına. Dediyim kimi keçən dərsimizdə 40-cı sual daxil olmaqla izah etmişdim. İndi isə 41-ci sualdan davam edirik. 2 ilkin bakteriyanın fasiləsiz bölünməsi. Baxın uşaqlar, 2 ilkin bakteriya deyirsə, deməli biz burada başlanğıc bakteriyanı nə götürməliyik? N0. Yəni bizə deyir ki, N0-ımız 2-dir, başlanğıc bakteriyamız və onların sayı 64 dəfə artıb. Yəni 64 dəfə artıb deyəndə 64-ü 2-yə vururuq. Nə qədər eləyir? 128. Hansı ki, yəni əmələ gələn bakteriya sayımız olub 128. Buna minimum neçə saat sərf olunmuşdur və bakteriyanın da 20 dəqiqədən bir bölünməsi nəzərə alınarsa, gəlin düsturu yadımıza salaq. N bərabərdir. N0 vuraq 2 üstü T böl 20 düsturundan istifadə edirik və burada artıq düsturda yerinə qoyub hesablayırıq. Yəni 128 bərabərdir. N0 nə idi? 2. 2 vuraq 2 üstü. Elə bizdən soruşduğu bunun zamandır. Yəni zamanı hələ bilmirik. T bölək 20-ni qoyub hesablamaq lazımdır. Deməli bu düsturda hesablayanda bizim T'miz gəlib edir 120 dəqiqə. Amma burada isə bizdən saatla soruşulduğuna görə biz dəqiqəni də saata çevirməliyik. 1 saatımız 60 dəqiqə, 2 saatımız 120 dəqiqə. Yəni burada cavab olmalıdır 2 saat müddətinə. 41-ci sualımız açıq tiplidir və cavabımız oldu 2. İndi isə keçid edirik 42-ci sualımız. Başlanğıc bakteriyaların sayı bayaq dedik ki, N0 ilə işarə edirik. Yəni N0 verilib 2. Bölünmə nəticəsində əmələ gələn nəsil, yəni kiçik yenimizi verib 6. Bölünməyə məruz qalan. Aha, deməli bizdən istədiyi böyük yen çıxaq N0. Yəni ümumi bakteriya sayından başlanğıc bakteriya sayını çıxanda bizdən tapacağımız bölünməyə məruz qalan bakteriya sayı idi. Artıq düsturda hesablaya bilərik. Yəni biz burada yazırıq. Görürük ki, burada düsturda hesablayanda böyük yeni birinci tapmaq lazımdır. Hansı ki, böyük yen də bərabərdir. N0 vuraq 2 üstü T bölək 20 və bilirik ki, T bölək 20 nə deməkdir uşaqlar? Yəni 2 üstü kiçik yen, artıq kiçik yen də verilib. Artıq yerinə qoyub hesablaya bilərik. Böyük yen bərabərdir. N0 nə idi? 2. 2 vuraq 2 üstü 6. Buradan böyük yenimizi hesablayırıq. 128. Aha, böyük yenimiz oldu. Deməli 128. Bizim bayaq dediyimiz kimi lazım olan böyük yen çıxaq N0-dır. Artıq böyük yenimizi tapdıq. 128. Düzdürmü? N0-mızda verilmişdi. Başlanğıc bakteriyamız 2. Yəni bizdən istədiyi 128 çıxaq 2 bərabərdir. Cavabımız olmalıdır 126. Daha sonra keçid edirik. Deməli növbəti sualımız olan 43-cü sualı. A və B-nin cəmini istəyir bizdən. Gəlin baxaq. 2 başlanğıc bakteriya 2 saat ərzində bölünür və hər 20 dəqiqədən bir. 4-cü bölünməyə məruz qalan bakteriya sayı və yaranan nəsə sayı. Uşaqlar, bu tipli sualları ümumiyyətlə 2 üsulla həll edə bilərsiniz. Bölünmə üsulu ilə də həll edə bilərsiniz. Düsturla da. Bayaq hansı ki, düsturdan istifadə etdik bir neçə sualımızda. Düsturdan da istifadə edə bilərsiniz. Amma daha bu tipli suallarda daha az zaman itkisinin olması üçün, yəni düsturda tək-tək hesablamaq yerinə elə bölünmə üsulu ilə tapmaq deyərdim ki, daha rahat olar. Gəlin baxaq. 2 başlanğıc bakteriya deyirsə, gəlin yazaq. Baxın, 2 başlanğıc bakteriyadan başladıq. Bilirik ki, 2-yə vura-vura gedirik, düzdürmü? 2, 4, 8, 16, 32, 64 və s. Düzdürmü? Bu qaydada gedir. Niyə 64-də dayandıq? Çünki bizə deyir ki, 2 saat və 20 dəqiqədən bir böldüm. Baxın, bu ilk 20 dəqiqə, bu da ikinci 20 dəqiqə ərzində olan bölünmədir. İndi isə bizə deyir 4-cü bölünməyə məruz qalan bakteriya. Baxın, gəlin yazaq. 4-cü bölünməyə məruz qalan dedikdə bu 1-ci bölünmədir, bu 2-ci bölünmədir, bu 3-cü, bu 4-cü bölünmədir. Artıq tapdıq. A-mız nə oldu? A bərabərdir 16. 4-cü bölünməyə məruz qalan bakteriyamız. Baxırıq, yaranan nəsə sayını da B ilə işarə edib. Uşaqlar, nəsə say baxırıq. 1, 2, 3, 4, 5, 6 dənə də nə yaranıb nəsil?
B bərabərdir 6. Bunların cəmini istəyirdi bizdən. Cavabımız olur 22. Daha sonra keçid edirik digər bir sualımıza, hansı ki 44-cü sualımız. İçərisində 22 bakteriya olan qapalı qabda əlverişli şəraitdə 1 saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalır? Baxın, nə qədər bölünmə prosesi gedər, neçə bakteriya bölünməyə məruz qalır? Bu tipli suallarda şərtdə bizdən istənilən n çıxaq, n0-dır. Hansı ki, burada da n çıxaq, n0 bizdən istənilir. Və bizdən deyir ki, 20 ilkin bakteriya. Nə deməkdir ilkin n0? Yazıram. n0 bərabərdir 20. 1 saat ərzində deyirsə və 20 dəqiqədən bir bölürüksə, gəlin yazaq. 20, 40, 80. Baxın, 20 dəqiqədən böldüm, bu 1 saat ərzində oldu. Və mənə deyirdi, elə 1 saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalır. Deməli, bunu da böldükdə... Deməli, 20, 40, 80. Bir dəqiqə, gəlin təzədən yazaq, qarşı olmasın. Deməli, biraz kiçik yazaq. 20, 40, 80, 160. Baxın, niyə bu şəkildə yazırıq? Çünki bizə deyir ki, 20 ilkin var. Artıq 20-si var, 20-dən sonrakını bölüb biz götürmək lazımdır. Nə qədər olur? 160. 160-ı tapdıq və bakteriya bölünməyə məruz qalar deyir. Düzdür, bizdən istədiyi n çıxaq n0-dır. Yəni 160-dan çıxıram ilkin bakteriyama 20-sini. Nə qədər qalır? Burada 140. Hansı ki, cavabımız da olur burada 140. Keçirik 45-ci sualımız. 4 ilkin bakteriyanın bölünərək sayının 2048-ə çatmasına minimum neçə saat sərf olunur? Yenə dediyim kimi, burada düsturla da işləyə bilərsiniz, bölünməklə də işləyə bilərsiniz. Amma burada düsturla etmək məncə daha sərfəli olar. Deməli, 4 ilkin bakteriya. N0-mızı yazırıq 4. Sayının 2048-ə çatması nə deməkdir? Böyük yenimiz olur 2048. Minimum neçə saat sərf olunur? Bizdən istədiyi saatdır. Yəni, T-mizi hələ bilmirik. Gəlin hesablayaq. Böyük n bərabərdir n0 vuraq. 2 üstü t bölək 20 düsturu ilə hesablayırıq. Artıq düsturda yerinə qoyub hesablayanda 2048 bərabərdir. N0-ımız nə idi? 4. 4 vuraq 2 üstü t bölək 20 düsturundan istifadə edirik. Və burada biz deməli t bərabərdir riyazi hesablamada t-ni tapırıq 180. 180 dəqiqədir və bizdən saatla istədiyinə görə. Bunu da saata çevirəndə cavabımız nə olacaq? 3 saat müddətinə. Keçid edirik digər 46-cı sualımız. Əlverişli şəraitdə 3 saatda 2 ilkin bakteriyadan bölünmə yolu ilə maksimum neçə bakteriya əmələ gələ bilər? Gəlin baxaq. Burada da düsturla həll etdikdə 3 saat deyəndə nə deməkdir? Bu 180 dəqiqə. Yəni yazıram t bərabərdir 180 dəqiqə. N0, yəni başlanğıc bakteriyam deyir 2 bakteriyadır. Bölünmə ilə maksimum neçə bakteriya əmələ gələr? Bizdən nə istəyir? Böyük n. Böyük n bərabərdir sual işarəsinə. Düsturda yerinə qoyub hesabladıqda elə böyük n tapırıq. Böyük n bərabərdir n0 vuraq 2 üstü t bölək 20. Yenə böyük n bərabərdir n0 nə idi? 2. 2 vuraq 2 üstü t-miz nə idi? 180. 180 bölək 20. Buradan böyük yenimiz nəyə bərabər olur uşaqlar? 2 vuraq, 180-i 20-yə bölsək 9 olur. Yəni 2 vuraq 2 üstü 9. Buradan da böyük yenimiz bərabər olur 1024. Cavabımız olur 1024 bakteriya. Daha sonra keçid edirik suallarımızın davamı ilə 47-ci sualımız. 3 bakteriyanın bölünməsi nəticəsində 2 saatda əmələ gətirdiyi bakteriyanın maksimum sayı həmin müddətdə əmələ gətirdiyi bakteriyaların minimum sayından neçə dəfə çoxdur? Burada da yenə 2 üsulla işləyə bilərik. Həm bölünmə üsulu ilə işləyə bilərik, həm yəni düsturdan istifadə edə bilərik. Siz yəni baxın hansısı daha rahat olsa, amma yenə deyirəm, vaxt qənaətinə görə, məsələn, imtahanda daha tez cavab almaq üçün mən düşünürəm ki, bölünmə üsulu daha effektiv ola bilər. Gəlin baxaq. 3 bakteriya deyirsə nə deməkdir? Başlanğıc bakteriyamızı götürürük 3. Bir dəqiqə.
Mhm. Deməli yazırıq. Başlanğıc bakteriyamız 3-dür. 2 dəfə tapırıq uşaqlar. Bir dəfə minimum bölünməklə, bir dəfə maksimum. Gəlin baxaq. 3, 6. Bu ilk belə deyək də 30 dəqiqədədir. Sonra 2 dəfə artırsam 12, bu növbəti 30 dəqiqədədir. 24, bu da növbəti 30 dəqiqədədir. Baxın, burada oxun üstündə belə yazılır. Hə deyəsiz ki, 1 saat olmadı. Əslində bu belə deyil. Yəni burada ilk 3 başlanğıc bakteriyadan onu götürmürsüz. Görürsüz yerdə qalan götürülür 1 saat müddətinə. Onda nə olacaq? 24 dənə bakteriya. Bu hansı bölünməmiz oldu? Minimum bölünmə bilirik də, minimum 30 dəqiqədən bir bölünür. İndi baxın, indi bir də bizdən maksimum bölünməni deyir. Gəlin maksimumda yazaq. Yenə 3 başlanğıc bakteriyamdır. 3, 6, 12, 24, 48 və 96. Baxın, bu artıq maksimum bölünmədir. Burada 20 dəqiqədən bir bölünmə prosesi gedir. 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Burada 96 bakteriya yarandı və bizdən istədiyi nə idi burada? Baxaq, bakteriyalar mimsənə neçə dəfə çoxdur? Yəni maksimum sayı nə qədər oldu? Maksimum bölünməklə 96. Bəs minimumda nə qədər oldu? 24. Deyir, bu bundan neçə dəfə çoxdur? Cavabımız 4 dəfə. Davam edirik 48-ci sualımızla. Burada da bizə deyir 5 ilkin bakteriyanın intensiv çoxalaraq 320 fərd əmələ gətiribsə, axırıncı bölünmə mərhələsində 5 ilkin bakteriyadan birinin neçə fərdi iştirak edib və yenə 20 dəqiqədən bir bölünmə prosesi gedir. Gəlin belə deyək də uşaqlar, 320 fərd yaranıb və bakteriyada birisi 2 dəfə artır. Deməli 320-dən qabaq nə imiş? 160 düzdürmü? Ki 2 dəfə də artıb olub 320. Yaxşı, gəlin baxaq. Və bizdən də deyil 5 ilkin. Deməli mən burada yazmalıyam ki, 160 bakteriya, yəni 160 fərd olanda burada 5 ilkin iştirak eləyirsə, deyir neçə bakteriyada 1 ilkin bakteriya iştirak edər. Birinin neçə fərdi? Bax, birinin neçə fərdi bilmirəm. 160-da 5 ilkin iştirak edirsə, birində nə qədər olar? X. Hansı ki, burada da X-imizi gəlib hesablayırıq. Burada cavabımız olur 32. Daha sonra keçid edirik 49-cu sualımızda. 2 saat ərzində 4 ilkin bakteriyadan maksimum əmələ gələn bakteriyaların sayı 1 saat ərzində bu bakteriyaların əmələ gətirdiyi bakteriyaların sayından neçə dəfə çoxdur? Əslində uzun kimi görünür, amma yenə bölünmə üsulu ilə çox rahat bir şəkildə hesablaya bilərik uşaqlar. Gəlin baxaq. Deməli biz burada 4 ilkin bakteriyadan başlamalıyıq. Bura yazırıq 4 ilkin bakteriya. Maksimum əmələ gələn bakteriya sayı. Maksimum əmələ gələn bakteriya sayı nə idi? Yəni intensiv çoxalıb 20 dəqiqədən bir bölünüb və yazarıq buradan 4, 2 dəfə artırdım 8, 16, 32, 64. Niyə? Çünki 2 saat deyir bizə. 1 saatımızda yəni 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Bu 1 saat. 20, 40, 60. Aha. Sonra davam edirik. 20 dəqiqə, 20, 40, 61 saat oldu. 64-dən sonra onda gələcək 128, 256, düzdürmü? Gəlin bunu belə eləyək. Hə, 256. Deməli, yenə davam edirik. 1 saatımız oldu bu. 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Bu da oldu 2 saat müddətinə 256 bakteriya yarandı. Düzdürmü? Və 256 bakteriya yarandı. Bizə deyir ki, 2 saat ərzində 4 ilkin bakteriyadan maksimum əmələ gələn bakteriyaların sayı 1 saat ərzində bakteriyaların əmələ gətirdiyi bakteriya sayından neçə dəfə çoxdur? Deməli, baxırıq ki, uşaqlar, ilk bilirsiniz də, ilkin 4 ilkin başlanğıc bakteriyamızı götürmürdük biz. 1, 2, 3, 4, 5, 6 saatda əslində bu onda biz nə götürəcəyik? 128 dənə bakteriyanın yaranmasını. Düzdürmü? Gəlin belə yazaq. Sizin üçün qarışıq olmasın. Aha. Hətta bu 20 dəqiqələri də burada yazsaq. Bir dəqiqə. Burada yazdıqda 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Bu 1 saat oldu. Düzdürmü? Sonra davam edirəm. 20 dəqiqə, 20 dəqiqə və 20 dəqiqə. Gördünüz, 128 dənə bakteriya yarandı. Daha sonra isə bu artıq birinci hissəni
həll etdik. Bir saat ərzində bu bakteriyaların sayı, bir saat ərzində bu bakteriyanın əmələ gətirdiyi bakteriya sayından bir saat ərzində əmələ gətirdiyi deyirsə, mən baxıram ki, bu hissəni istəyir bizdən, düzdürmü? Baxın, bir saatı budur. Bu da ikinci saatı da. Bir saatda nə qədər oldu? 16 fərd. Yəni deyir ki, bax bu 128 və 16-dan neçə dəfə çoxdur? Cavabımız 8. Daha sonra baxırıq növbəti sualımız hansı ki 50-ci sualımızda bizə əslində baxın gedişatı bənzər tipli suallardır. 2 saat ərzində 4 ilkin bakteriyadan maksimum əmələ gələn bakteriyaların sayı bu vaxt ərzində əmələ gələn nəsillərin sayından nə qədər çoxdur? Yenə bayaqki qaydada həll eləyirsiniz. Yenə 4 ilkindir, yenə 2 saat ərzindədir. Biz burada yaza bilərik 4, 8, yenə 16, 32, 64, 128 düzdürmü bayaqki qaydada? Yenə neçə bakteriya yaranır uşaqlar? Bakteriya maksimum əmələ gələn bakteriyaların sayı. Hə, maksimum əmələ gələn bakteriyaların sayı bu vaxt ərzində əmələ gələn nəsillərin sayından nə qədər çoxdur? Sadəcə burada bir fərq var. Bayaq bizdə baxırıq ki, hesablayanda 49-cu və 50-ci əslində demək olar ki, bənzər gedişatlı suallardır. Sadəcə bayaq başlanğıc bakteriyanın da hamısını özündə götürdüyünə görə biz bölünmədə 256-nı yox 128-i götürmüşdük. Burada isə 128 də bölünüb nə yaradacaq? 256 yaradacaq, düzdürmü? 256 yarandı və baxırıq burada nəsil sayı deyəndə sayırıq görürük nə qədər nəsil var? 1, 2, 3, 4, 5, 6 dənə nəsil, düzdürmü? Və bu başlanğıcın özünü götürmədikdə bildiniz. 1, 2, 3, 4, 5 və 6 dənə nəsil. 6 nəsildə bizə deyir, bax bu 256 çıx altını tap. Cavabımız olur 252. Daha sonra davam edirik. Əstəğfurullah, 256 çıxaq 6, 250 cavabımız. 252 neymiş? Davam edirik 51-də. Yenə 2 saat ərzində 4 ilkin bakteriyadan maksimum gələn bakteriyaların sayı vaxt ərzində baş verən bölünmələr eynisidir demək olar ki. Sadəcə burada 251-ci sualda 256-dan çıxırsınız. Bölünmə deyəndə ilkin bakteriyanın özünü çıxıram. Nə qədər qalır orada? 256-dan 4-ün çıxanda 252-si qalır. Yəni deyir ki, sizə bu yaranan ümumi fərddən 252-sini çıx. Orada nə qədər qalır? 4. Sadəcə bunu istəyir. 52-ci sualımızda 2 saat ərzində əmələ gələn bakteriyaların gəlin yazaq 52-ni burada düsturla hesablayaq. 2 saat nə deməkdir? Yəni T bərabərdir 120 dəqiqə. Əmələ gələn bakteriyamızın sayını yazıbdır 768. İlkin bakteriyaların sayı, yəni N0-mız nə qədər olacaq? Sual işarəsi. Bu qədər. Gəlin baxaq. N bərabərdir N0 vuraq 2 üstü T böl 20 düsturu ilə hesablayırıq. Yəni bu düsturu bizə çox rahatlıqla yerinə qoyub hesablaya bilərsiniz. Buradan biz görürük ki, bizə nə lazımdır? N0 yazıram. 768 bərabərdir N0-ın özü, hələ bilmirik. Vuraq 2 üstü. Nə idi zamanımız? 120. 120-ni böləcəyik 20-yə. Yazırıq 768 bərabərdir. N0 vuraq. 120-ni 20-yə bölsək 60. Yəni o da eləyir daş 6, 2 üstü 6. Buradan da riyazi hesablama da artıq N0-ımızı hesablayırıq və artıq cavabımız hazır olur. Hansı ki cavab da 12 olmalıdır. Keçid edirik növbəti sualımız. 2 saat ərzində bölünən bakteriyaların sayı maksimum 756-da, onda ilkin bakteriyaların sayı neçə olmuş? Yenə 52-ci sualdan eyni gedişatla həll edirsiniz. Sadəcə rəqəm fərqi var. 54-cü sualımıza baxırıq. 54-cü sualımızda deyir bakteriyaların bölünməsinə sərf olunan zaman. Baxın, 1 saat verib, başlanğıc bakteriyamız 8 verib, əmələ gələn bakteriya sayını ayla işarə edib. Gəlin baxaq, birinci anı tapaq ki, sonra da 2 aya yazıb, ikisi tapa bilək də. 1 saat ərzində gəlin elə düsturla hesablayaq. Yazaram. T bərabərdir 60 dəqiqə deyir bizə. Başlanğıc bakteriya N0 bərabərdir 8-dir. Əmələ gələn bakteriya nədir? Böyin. Böyin nə olacaq? Sual. Yerinə qoyub hesablayıram. Böyin bərabərdir 8, yəni N0 deməkdir da. Vuraq. 2 üstü 60 bölək 20 düsturundan istifadə edirik. Buradan yazıram ki, böyenimiz bərabərdir 8 vurulsun. 2 üstü 60-ı 20-yə bölərik 3, düzdürmü? Yazıram 2 üstü. O da nə eləyir? 8. 8-i 8-ə vurarıq. Olacaq cavabımız
Bir dəqiqə 1 saat ərzində deyirsə, bunu çevirdiyi yol 1 saatımız 60 dəqiqə düzdür. Başlanğıc bakteriyamız 8-dir. N0 vuraq 2 üstü. Əmələ gələcək bakteriyaların sayı. Bircə dəqiqə. Düsturda yenə qoyub hesablasaq böyük N bərabərdir. N0 vuraq 2 üstü T böl 20. Aha. Buradan da böyük yenimiz bərabər olacaq. 8 vuraq 2 üstü 60 böl 20. Düzdürmü? 60-ı 20-yə bölsə 3. 2 üstü 3 deyir 8. 8-i 8-ə vuranda eləyəcəkdir 64. Deməli uşaqlar, buradan A-nı nə tapdıq? 64. Yaxşı, A-nı 64 tapdıqsa, bir dəqiqə bölünməsinə sərf olunan zaman 1 saat deyilən başlanğıc N0-ımızı veribdir 8. Əmələ gələn bakteriyaların sayı böyük N-dir də. Aha, biz böyük N tapmalıydıq da. Böyük N bərabərdir N0 nə idi? 8. 8 var 2 üstü. 1 saat deyirsə 60 dəqiqədir. Hə, A-nı tapsaq 64. 2A nə deməkdir uşaqlar? 128. Aha, bir dəqiqə. Bu A-nı 64 tapdıq. İndi ikinci hissəsinə keçirəm. Bax, A-ya yazarıq ki, 64. O zaman 2A-mız nə deməkdir? 128. 2 saat ərzində deyirsə, bu zaman T-miz olacaq 120 dəqiqə, düzdürmü? 120 dəqiqə. Başlanğıc bakteriyanı bilmirəm, əmələ gələni də üzümüz. Yaxşı. Deməli, burada yazmaq lazımdır ki, böyük yenimiz artıq hazırdır. Yəni, yazarım, böyük yen bərabərdir. N0 vuraq 2 üstü T böl 20. Dəfələrlə yazıram ki, düstur yadınızda qalsın. Böyük yenimiz burada artıq tapdıq 128-dir. Yazarım, 128 bərabərdir. N0-ımız, hələ başlanğıc bakteriyanı bilmirəm. Elə N0-ın özü vuraq 2 üstü. 2 saatımız nə deməkdir? 120 dəqiqə bölünsün 20. Və buradan yazarıq 128 bərabərdir. N0 vuraq. 120 ilə bölsək 60, yəni 2 üstü 6. Bu da 64 deməkdir. Buradan da x-imizi gəlib tapırıq. Yəni N0-ımızı. N0 da bərabərdir. Olur 2. N0 da bərabərdir 2. Yəni x-imizin yerinə nə hesablayıb tapırıq? 2. Cavabımız da 2 olacaq. 54-cü sualımız getdi. 55-ci sualımızda da yenə bənzər gedişatlıdır. Eyni şəkildə həll etmək lazımdır. Keçid edək 56-cı sualımızda A ilə B-nin cəmini istəyir. 3 başlanğıc bakteri 2 saat ərzində deyir bizə. Baxın, əvvəldə də buna bənzər bir sual işləmişdik, yadınızdadırsa. Gəlin bunu da yazaq. 3 başlanğıc bakteriya 2 saat ərzində. Yəni 3, 2 dəfə artırsam 6, 12, 24, daha sonra 2 dəfə də artırsaq 48, 96. 96. Aha, 2 saat ərzində əmələ gələn bakteriyamız oldu 96 və bizə deyir ki, ikinci bölünməyə məruz qalan A-dır. İkinci bölünməyə məruz qalan deyirsə uşaqlar, burada ikinci bölünməyə məruz qalan hansıdır? Bu, düzdürmü? 6-dır. Deməli, A-mız nə oldu? 6 oldu. Və deyir, nəsil sayı 1, 2, 3, 4, 5, 6 dənə də nəsil var da. B də bərabərdir, nə olacaq? 6. Heç nə. Bizdən A ilə B-nin cəmi istəyir. O zaman cavabımız olur 6 və 6-nın cəmi 12. Sonuncu sualımızı da yekunlaşdırırıq bakteriyalar bölməsini. Sxemin tamamlanması üçün lazım hissələrin müvafiq yuxarıdan aşağı doğru yazın. Yaxşı. Bakteriyalar bilirik ki, 2 yerə aldı. Avtotrof, heterotroflar. Avtotroflar fototrof, xematotroflardır. Fototrof nə idi? Günəş işığından istifadə edir. Üzüm maddə hazırlayır. Xematotroflar kimyəvi rabitə enerjisindən istifadə edir. Heterotroflar isə hazır belə deyək ki, üzvü maddələrlə qidalananlardır ki, bunlar da parazit və saprofit olmaqla ayrılır. Parazit bilirik ki, xəstəlik törədicisidir. Sadəcə burada xanalara doğru yazmaq lazımdır. Aha. Fototrof bakteriya deyəndə biz bilirik ki, siyanobakteriyalar nəzərdə tutulur. Yəni, bu qutuya yazmaq lazımdır 2. Xematotroflara isə kükürt bakteriyalara aiddir. Buraya yazmaq lazımdır 1. Parazit bakteriya xəstəlik törədicisidir. Biz buna yaza bilərik Sibir xorası törədicilərini, yəni 4 yaza bilərik. Sonuncuda isə saprofitdir. Saprofitdə qıcqırma bakteriyalarını misal göstərə bilərik. Bura isə axırıncı qutuya yazırıq 3. Yəni, 1 olmalıdır. 2, 1, 4 və 3. Bakteriyaların izahından bu qədər. Növbəti videolarda görüşmək üzrə. Hələlik.